Müğənni Xatirə İslam həyat yoldaşı Fəxrəddin Musazadə ilə münasibətlərindən danışıb. Milli Az Axşamaza isnadən bildirir ki, Zaurla Günaydın proqramında qonaq olan sənətçi aralarında yaşanan mübahisələrdən danışıb. Elə görünür ki, mən od, Fəxrəddin sudur, amma elə deyil, əksinədir. Onunla heç vaxt dərinə getmirəm. Bir-birimizi qırırıq, normaldır, hər ailədə olur. Ən çox mübahisə adi şeylərdən olur. Səbəb belə tapa bilmirəm. Deyir, bunu niyə ora-bura qoyursan? Mən küsülü qalmağı xoşlamıram, onunsa yadından çıxmır. Tıncıxıram ki, mən barışdım, o yox. O yadında saxlayır, unuda bilmir. Xatirə həyat yoldaşının nəvaziş göstərməməsindən şikayətlənib. Neçə ildir ailəliyik, hələ bir dəfə könlümü almayıb. Ürəyi təmizdir, amma məni sığallasın, canım desin, nəvaziş olmayıb. Onlar olsa bəlkə də nə desə olar. Bir-iki dəfə demişəm ki, heç demirsən 8 Martın Sevgililər günü mübarək. Cavab verir ki, Sevgililər günü nədir, necə yaranıb? Deyir, Sevgililər günü bizim ailə qurduğumuz gündür.